Hüquq mühafizə orqanlarına rəhbər təyin olunan məsuliyyətli şəxslər həmin rayonun, yəni getdikləri yerin, rayonun, şəhərin kriminogen durumu ilə tanış olur. Ondan əvvəl baş vermiş və bağlı qalmış cinayət hadisələrinə yenidən göz atır. 1997-ci ilin aprel ayında Goranboy rayonuna prokuror təyin olunan Ələmdar Məmmədov da bu qızıl qaydaya uyğun hərəkət edir. Bu, rayon prokuroru kimi onun 4-cü təyinatı idi. 1988-ci ildən erməni separatizmi ilə üz-üzə qalan Goranboy rayonunda uzun illərdən bəri bir sıra bağlı qalmış cinayət və ölüm işləri də var idi. Bir hadisə yeni prokuroru daha çox narahat edir. Rayonun Xoy kəndində söhbət gedir ki, Heyran Qəribova adlı bir yaşlı qadını oğulluğa götürdüyü qardaşı oğlu və onun həyat yoldaşı öldürüb, həyətdəki əncir ağacının altında bastırıb. Hansı ki, həmin qadının əri bir vaxtlar el sənətkarı olub və eyni zamanda varlı ailə hesab olunurmuş. Heyran Qəribova qardaşı oğlu Mansuru 6 yaşından övladlığa götürüb, ona öz balası kimi baxıb. İllər keçir, Heyran xanımın həyat yoldaşı dünyasını dəyişir. Mansur da böyüyür. Qonşular bir gün fərqinə varırlar ki, uzun müddətdir 83 yaşlı Qəribova gözə dəymir. Oğulluğu və gəlini isə deyir ki, qarı Bakıdakı qohumları gildə qalır. Heyran Qəribovanın ölümü və ya itkin düşməsi barədə müvafiq orqanlara heç bir ərizə ya məlumat daxil olmur. Bu yüzden də hadisə isti izlərlə araşdırıla bilmir. Yeni prokuror Ələmdar Məmmədov deyir ki, yalnız Milli Təhlükəsizlik Nazirliyinin yerli şöbəsində bu barədə əməliyyat məlumatı var idi. Həmin məlumat da gəzən söz söhbəti təsdiqləyirdi. Yəni, Heyranın oğulluğu Mansur və arvadı Elmira ilə birlikdə qarını öldürərək həyətlərindəki əncir ağacının altında bastırıblar. Yəni, məlumat bundan ibarət idi. Bunun şayə yoxsa həqiqət olduğunu da heç kim deyə bilmirdi. Təhlükəsizlik və polis şöbələrinin o zamanki rəhbərləri İbrahim Şirinov və Şirzad İskəndərov təklif edirlər ki, gedib həyətdəki əncir ağacının qazıb baxmaq lazımdır. Yeni prokuror Ələmdar Məmmədov isə bu təkliflə razılaşmır. O bunu iki səbəblə bağlayır. Əvvəla, bu axtarış hərəkətidir və cinayət işi başlanmadan belə hərəkət eləmək olmaz. İkincisi də, əgər meyit əncir ağacının altından çıxmasaydı, artıq iz itəcəkdi. Bu işi davam etdirmək, səbəbkarları tapmaq müşkülə çevriləcəkdi. Mansur və yoldaşını dindirmək üçün isə əldə səbəb yox idi. Bəli, hamının eyni söz deməsi prokuroru narahat edir və hadisənin üstünü açmaq üçün ayrı variantlar fikirləşməyə məcbur olur. Beləliklə gizli əməliyyat başlanılır. Heyran Qəribovanın oğulluğu izlənilir və onun həyat tərzi öyrənilir. İlk günlərdən Mansurun içkiyə meyilli olması müəyyən olunur və fürsət düşəndə onu bu səbəbdən polis şöbəsinə gətirilməsi məsələsi gündəmdə olur. Nəhayət 1998-ci ilin yanvar ayında polis rəisi Şirzad İskəndərov prokuror Ələmdar Məmmədova zəng edərək bildirir ki, Mansuru polisə müqavimət göstərdiyinə görə şöbəyə gətiriblər. Qərarı alınır ki, bir sutka ərzində Mansurla heç kim danışmasın. Səhəri gün saat 11 radələrində prokuror şöbəyə gedir. Mansura deyiləndə ki, prokuror gəlib sənlə söhbət eləyəcək, onun reaksiyasına baxılıb. Mansur çox həyəcanlanır və bu fənd, bu iz işə yarayır, özünü doğruldur. Mansur elə həyəcanlanır ki, o həyəcandan xilas olmamış, soyuq duş effekti verən bir sual ünvanlayır prokuroruna. Əvvəlcə təxminən 5 dəqiqə prokuror Mansurun üzünə baxır və sakit durur. Və sonda soyuqqanlıqla ona ilk olaraq belə sual verir. Bibini niyə öldürmüsən? Bibi yox, ana. O sənə anadan da yaxşı idi. Bəs bibini niyə öldürdün? Prokuror bunu deyəndə Mansur gözlənilməz halda üzünü tutur, dizlərini yerə atıb hönkürməyə başlayır. Ağlaya-ağlaya deyir ki, mən yox, mən öldürməmişəm. Ardınca da hadisəni danışmağa başlayır.
Məlum olur ki, Heyran Qəribovanın oğulluğu Mansur evləndikdən sonra qaynana və gəlin arasında tez-tez söhbət düşürmüş. Gəlin Elmira da dəfələrlə bu səbəbdən acıq eləyib atası evinə gedir. Axırıncı dəfə 1995-ci il martın 20-si Novruz bayramından 2 gün sonra saat 10 radələrində gəlin yenə ağlaya-ağlaya atası evinə gedir və qaynanasından atasına şikayət edir. Qızının növbəti dəfə qaynanası girdən küsüb atası evinə gəlməyindən qəzəblənən Arif Məmmədov münaqişənin səbəbini araşdırmaq üçün və bu get-gəllərə bir dəfəlik son qoymaq üçün qonşuluqda yaşayan qudası Heyranla söhbət eləməyə gedir. Burada Arif Məmmədovun Heyran qarı ilə, 83 yaşlı qarı ilə bərk mübahisəsi düşür. Bu vaxt Arif sərxoş olur. O Heyrandan qızının niyə incitdiyini, Elmira ilə amansız rəftar etməyinin səbəbini, cavan gəlini tez-tez evdən qovmağın səbəblərini soruşur. Yaşlı qadın Arifin dediklərinin heç birini qəbul eləmək istəmir və gəlini barədə bütün iradlarını qızın atasına çatdırır və gəlin və gəlin ailəsi barədə ağır ifadələr işlətdikdə iddia olunur. Arif bunlarla razılaşmır və 83 yaşlı qoca qadının evində tək və kimsəsiz olmasından istifadə edib onu boğaraq qəsdən öldürür. Prokuror yanılmamışdı. Meyit əncir ağacının altında deyildi, ayrı yerdə dəfn olunmuşdu. Əgər başqa yollarla əncir ağacının altı qazılsaydı, yəqin ki, Reyhan Qəribovanın narahat sümükləri əbədiyyən gizlin qalacaqdı. Mansurun göstərdiyi yer, yəni meyidin bastırıldığı deyilən yer, prokurorun, müstəntiqin, ekspertin iştirakı ilə qazılır və 4 il əvvəl burada bastırılmış Heyran arvadın meyidinin qalıqları çıxarılır. Hətta meyidin bir ayağını da çaqqal, tülkü, yəni vəhşi heyvanlar aparıbmış. Həmin sümüklərin Reyhan Qəribovaya məxsus olduğu müəyyən edilir. Cinayətin açılması tam 100% təmin olunur. Qaynata Arif Məmmədov təqsirini etiraf eləməsə də, barəsində Cinayət Prosesual Məcəlləsinin 167-ci maddəsi ilə, yəni ittiham elan olunmadan həbsə alma, həbs qəti imkan tədbiri seçilir. Ancaq kürəkəndən sonra həm qızı Elmira, həm də öz doğma oğlu Nazimin etiraf edici ifadələrindən sonra nəhayət ki, 10 gün ərzində boynuna almasa da 10 günün tamamında Arif Məmmədov təksib edilməz sübutlar qarşısında təqsirini etiraf edir və Heyran Qəribovanı boğaraq öldürdüyünü deyir. Ora gedərkən qudasını öldürmək niyyətində olmadığını və dava nəticəsində əsəbləşərək qarını boğduğunu iddia edir. Arif Məmmədova Cinayət Məcəlləsinin 95-ci maddəsi ilə ittiham elan olunur. Arif Məmmədovun kürəkəni Mansurun, qızı Elmiranın və oğlu Nazimin ailə vəziyyətlərini, himayələrində azyaşlı uşaq olmasını nəzərə alaraq və Respublika günü münasibəti ilə Milli Məclisin qərarı ilə verilmiş 22 may 1996-cı il tarixli Amnistiya aktının 1-ci maddəsinin 7-ci bəndinə əsasən onların Cinayət Məcəlləsinin 187-ci maddəsinin 1-ci hissəsi cinayəti gizlətmələrinə dair maddə ilə ittiham olunmalarına dair hissəsinə xitam verilir. Məhkəmənin hökmü ilə müttəhim Arif Məmmədov isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95-ci maddəsi ilə təqsiri bilinərək cəzasını möhkəm rejimli islah əmək koloniyasında çəkməklə 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilir. Bu cinayət işinin açılması Baş Prokurorluqda əməliyyat müşavirəsində ayrıca qeyd olunur. Çünki hadisənin heç bir izi yox idi və belə bir izsiz cinayətin açılması təbii ki, böyük bir hadisə idi. İzsiz cinayət olduqca peşəkarlıqla açılmışdı. Sabiq Daxili İşlər Naziri Ramil Usubov da öz işçilərini həvəsləndirir. Ələmdar Məmmədov isə 20 illik prokurorluq fəaliyyətində bu cinayətin açılmasını ən böyük uğur hesab edir. Salamat qalın.